Bax, bu da onun şəkli. Kopya atasıdır. Maşallah, qədəmləri mübarək. Allah saxlasın. Minnətdaram. Dedin, hansı qardaşın uşağıdır? Əbdülrəsulun uşağıdır. Bax bu qardaşımın. Mənim də bir əmim oğlu var. Onun da adı Əbdülrəsuldur. Və bu kimdir? Necə də sənə oxşuyur? Bu da o biri qardaşımın uşağıdır. Əbdülnəbi. Allah ailəvi qorusun. Kafirlər, indi də bütpərəstlik dövrünə qayıtdınız. Sizə qarşı cihad etmək vacibdir. Nə? Axı biz nə etdik? Bizim hamımız Allahın quluyuq. Siz uşaqlarınıza Allahdan qeyrisinin qulu adını qoymaqla kafir və müşrik olmusunuz. Axı niyə? Kafirlər! Bəsdir artıq. Niyə bu qədər kafir deyirsən? Siz öz övladınızın adını Əbdülrəsul və Əbdülnəbi qoymaqla Rəsulu Allah olaraq qəbul edirsiniz. Məgər bu küfür deyil? Bu nə sözdür danışırsan? Həmişə Allahın qulu mənasında deyil. Qur'an özü ibadikum təbirindən istifadə edir. Yəni sizin bəndələriniz. Deməli nəuzubillah biz Allahıq? Əlbəttə ki yox. Buradakı əbd insanın əmri altında olan. Lüğətdə əbd sözü itaətkar və xidmətkar mənasında da gəlib. Deməli, biz uşaqlarımızın adını məsələn Əbdülrəsul qoyanda peyğəmbərə qarşı itaətkar və xidmətkar olan mənasını nəzərdə tuturuq. Nəinki qul mənasını. Sizin bu əməliniz cahiliyyət dövrünə qayıtmaq deməkdir. Axı kim deyir bunu? Bu əməl peyğəmbərin dövründə belə var idi. Həzrəti Əli deyir ki, mən peyğəmbərin bəndələrindən bir bəndəyəm. Halbuki heç kim onun tövhidinə şək belə edə bilməz. Peyğəmbərin özü cahiliyyət adlarını dəyişəndə bəzi adları dəyişdirmədi. Əbdüləmir, Əbdülmüttəlib kimi, Əbdülhilal. Əgər bu adlar cahiliyyətə aid olsaydı və şirk hesab edilsəydi, şübhəsiz Allahın Rəsulu bu adlara qarşı çıxardı. Yəni siz Məhəmməd bin Əbdülvəhabın sözünü sual altına qoyursunuz? Hay? Kim? Məhəmməd bin Əbdülvəhab. O kimdir elə? Futbolçudur. Aha, Əbu Bəkir Bəğdadinin özüdür.